Salam, güvən test toplusundan 30.2 kalsiyum, daha sonra isə alüminium testlərinə baxacaq. Birinci sualla başlayırıq. Kalsiyum hidrokarbonatın parçalanma reaksiyası verilir. Reaksiya üçün hansı ifadə doğrudur? Müvəqqəti codluğun aradan qaldırılması reaksiyasıdır. Doğru. Oksidləşmə reduksiya reaksiyasıdır. Heç bir oksidləşmə reduksiya baş vermir. Parçalanma reaksiyasıdır. Doğru. 1, 3 uyğun cavab D variantı. Hansı duzlar suya daimi və müvəqqəti codluq verir? Daimi codluq qüvvətli turşuların əmələ gətirdikləridir. Kalsium, maqnezium duzları və müvəqqəti isə hidrokarbonatlı və karbonatlı codluq. Deməli, daimi olacaq 2, 3, müvəqqəti isə 1. Uyğun cavab Y variantı. Üçüncü sualda kalium hidrokarbonat və kalsium hidrokarbonat duzları üçün ümumi olan nədir? Turş duzdur. Ümumi olmayan, daha doğrusu. Turş duzdur, bu hər ikisinə aiddir. Suya müvəqqəti codluq verir. Bu ancaq kalsium hidrokarbonata aiddir, kalium hidrokarbonata aid deyil. Ona görə də elə ikisi üçün də ümumi olmayan B variantı olacaq. Natrium və kalsium üçün eyni olan nədir? Su ilə reaksiyada qələmə əmələ gətirirlər. Bəli, bu hər ikisinə aid olan xüsusiyyətdir. Oksigenlə birbaşa qarşılıq təsirindən oksid əmələ gəlir. Heç birində, kaliumda daha doğrusu əmələ gəlir, natriumda əmələ gəlmir. Yəni, natriumla kaliumda əmələ gəlmir, digərlərində əmələ gəlir. Ona görə eyni deyil. Hidrogenlə reaksiyasından hidrid əmələ gəlir. Bu da eyni xüsusiyyətdir. Nə oldu? 1, 3. Uyğun cavab Y variantı. 5-ci sualda hansı reaksiyadan sönmüş əhəng alınır? Əhəngin söndürülməsi, yəni kalsium oksidinin üzərinə su əlavə edilməklə kalsium hidroksidinin alınmasıdır. Uyğun cavab C variantı. Hansı maddənin tətbiq sahəsi doğru verilməmişdir? Kalsium hidroksid xlorlu əhəngin alınmasında bəli istifadə olunur. Natrium hidroksid kağız istehsalında istifadə olunur. Kalium hidroksid sabun istehsalında, kalsium karbonat sönməmiş əhəngin alınmasında, parçalanma, kalsium hidroksid əhəng daşının alınmasında. Əhəng daşı zaten təbiətdə var olan birləşmədir, yəni onun tətbiq sahəsi deyil. Ona görə də onun üçün istifadə olunmur, yəni Y variantı yanlışdır. Maddələrin texniki adlarını müəyyənləşdirin. Əhəng daşı kalsium karbonatdır. Sönməmiş əhəng kalsium oksid. Sönmüş əhəngdə kalsium hidroksid. Uyğun cavab C variantı. Sonra 8-ci sualda deməli kalsium, maqnezium duzları hidrokarbonatlı, yəni müvəqqətidir. Qüvvətli turşu ilə əmələ gətirdikdə daimidir. Deməli, kalsiumda, maqneziumdakı hər ikisində zaten var. Ona görə 2, 3 olacaq müvəqqəti, 2, 3, 1, 4 də olacaq daimi. Uyğun cavab A variantı. 9-cu sualda metalları verib X, Y, Z olaraq və deyir oksigenlə adi şəraitdə reaksiya məhsulu. Oksigenlə adi şəraitdə reaksiya məhsulu. Əgər X2O-dursa, bu onda litium olacaq. X oldu litium. Y2O2-dirsə bu natriumdur, çünki peroksid əmələ gətirir. ZO-da kalsium olacaq, ekvivalentlidir. Uyğun cavab 9-da C. 10-cu sualda deməli hansı reaksiyadan hidrogen alınmır? Bir dəqiqə açın. Hansı reaksiyadan hidrogen alınmır? Kaliumun duru turşularla reaksiyasından alınır. Sonra natriumun su ilə reaksiyasından alınır. Natrium oksidin su ilə reaksiyasından burada hidrogen alınmır. Digər hidriddə də özlərində də aktiv metallarda alınır. Uyğun cavab D. Hansı maddənin tərkibində kalsium yoxdur? Baxaq, gipsin tərkibində var, potaşda yoxdur. Çünki kalium karbonatdır da potaş. Yəni burada yoxdur. Ona görə də elə C variantına uyğun olaraq götürülür. 12-də suda kalsium, maqnezium ionlarının codluğu hansı anionlarla əmələ gətirir? Karbonatla, sulfatla 1, 4. Uyğun cavab olacaq 12-də C variantı. 36 qram kalsium sulfid almaq üçün eyni kütlədə kalsium və kükürt götürülərsə hansı maddədən nə qədər
artıq qalar. Kalsium üstə gəl kükürt alınır kalsium S. Düzdürmü? 40, bu da 32, 72 qram. 72 qramda deməli ən çox sərf olunan budur. 40 götürsəm 32, 8 artıq qalacaq kükürtdən. Əgər 72 qram alsam 8 qram kükürt artıq qalır. 36-da da 4 qram kükürt artıq qalmış olur. Uyğun cavab C variantı. Keçdik. Hansı reaksiyadan oksigenin oksidləşmə dərəcəsi -2 olan birləşmə əmələ gəlir? Natriumda və kaliumda əmələ gəlmir. 1 ilə 4 isə oksid olduğuna görə A variantında əmələ gəlir. Növbəti 15-ci sualda natrium karbonat, kalium nitrat və kalsium xlorid duzlarının məhlulları qarışdırılanda hansı maddə çöküntü şəklində ayrılar? Buradan çöküntü ola bilən kalsiumla karbonatdır. Ona görə də uyğun cavab Y variantı. 16-cı sualda hansı reaksiya cütündən kalsiumun eyni birləşməsi alınmır? Məsələn, buradan kalsium hidroksidi alınır, buradan da kalsium hidroksidi alınır. Kalsium karbit alınır, kalsium karbit alınır. Kalsium xlorid, kalsium xlorid. Kalsium karbonat, kalsium karbonat. Kalsium karbonat, kalsium hidrokarbonat. Bu burada eyni deyil artıq. Kalsium karbonat və kalsium hidrokarbonat uyğun cavab Y. Keçdik. Əsasları qüvvətliliyin artma sırası ilə düzün. Qrup üzrə yuxarıdan aşağıya doğru gəldikcə əsaslı xassəsi artır. Deməli, magneziumun, kalsiumun, sonra bariumun. Bu şəkildə sıralayırıq. Deməli, 3 artma sırası deyil də 3, 2, 1. Uyğun cavab A variantı. 18-ci sualda kalsiumun oksigenlə reaksiya daxil olduqda maddələrin kütləsinin zamandan asılılıq qrafiki. Kalsium plus oksigen alındı, kalsium oksid. Baxırıq ki, ikisi də eyni kütlədə götürülüb. Bu da 40 götürülüb, bu da 40 götürülüb. 80-də 32-dirsə, 40-da da, çünki biri tamamilə sərf olundu. Tamamilə sərf olunan kütləsi daha çox olan kalsiumdur. Baxın, bu 80, bu da 32 sərf olunur. Deməli, daha çox sərf olunan kalsiumdursa, o tamamilə bitəcək. 40 tamamilə sərf olunanda heç nə qalmadı. Amma buradan 40-da 16 sərf olunmuş olacaq və 24 qramı artıq qalır. Yəni, bu ikinci qrafik oksigendir. Sona çatan da kalsiumdur. Və bu zaman kalsium S nə qədər alınır? Başlanğıc maddənin sərf olunan kütləsi qədər, yəni 56 qramda, daha doğrusu kalsium oksid alınmış olur. A bərabər olacaq 56-ya. Keçdik 19-cu sualda. Berilyum və kalsium üçün eyni olan nədir? Valent elektron sayı bəli, ikisi də ikinci qrupda yerləşdiyinə görə ki, valent elektronu var. Natrium hidroksidlə reaksiya qabiliyyəti berilyum amfiter olduğuna görə gedir, kalsium getmir. Hidrogenlə reaksiyasına berilyum getmir, kalsium gedir. Yəni, yalnız bir uyğun cavab C variantı. Keçdiyi 20-ci sualda deyir, uyğunluğu müəyyənləşdirin. Maddələrimiz sönmüş əhəng, əhəng daşı və xlorlu əhəng. Xlorlu əhəng adı üstündə, buradan, yəni 3-ə aid eləyəcək 2-ni. Sönmüş əhəng, əhəngin söndürülməsi, üzərinə su töküb söndürürsünüz. Belə yadda saxlayırıq. 3-ü aid edirik bura. Əhəng daşda kalsium karbonatının alınması, bu da birinci reaksiya. Deməli, 3, 1, 2 uyğun cavab Y variantı. 21-ci sualda hansı reaksiyadan alınan X maddəsi suya müvəqqəti codluq verir? Təbii ki, hidrokarbonat vəziyyətində olma. Hidrokarbonatlar müvəqqəti codluq verəcək. Deməli, ona görə birincini götürürük. H-xlorla reaksiyasından kalsium xlorid bu daimi codluq verir. Kalsium SO4 bu da qüvvətli turşudur, daimi codluq verir. Deməli, yalnız bir uyğun cavab A variantı. 22-ci sualda deməli, reaksiyalar üçün eyni olan nədir? Hamısından baxaq. Buradan kalsium hidroksid və hidrogen, kalsium karbitin su ilə reaksiyasından yenə də kalsium hidroksid və asetilen və buradan da kalsium hidroksid. Oksidaşma reduksiya reaksiyalarıdır, hamısı yox. Məsələn, kalsium oksidin su ilə reaksiyaları oksidaşma deyil, oksilərdə də, amma burada 0 var. Kalsium karbitdə də ola bilər, baxmaq lazımdır karbona. Kalsium hidroksid alınır, doğrudur. Qaz halında maddə alınır. Məsələn, axırıncıda alınmır.
Ona görə yalnız 2 doğru olacaq B variantı. 23-cü sualda hansı reaksiya nəticəsində məhlul bulanır, sonra isə şəffaflaşır? Birinci kalsium karbonat çöküntüsü əmələ gəldikdə məhlul bulanır, sonra kalsium karbonat təzədən CO2-nin artığında həll olur və kalsium karbonatı çevrilir və məhlul başlayır şəffaflaşmağa. Deməli, onda belə götürək də biz buradan uyğunlaşdıranda burada çöküntü alınan reaksiyaları götürək ki, məhlul bulanır. 1 ilə 2 bulanan olsun. Çünki burada da təzədən alınan maddə parçalananda yenə məhlul bulanacaq. Deməli, 1 ilə 2 bulanır, 3 isə şəffaflaşır. Uyğun cavab A variantı götürək. 24-cü sualda, deməli, eyni kütlədə götürülmüş kalsium və kükürddən ibarət qarışıq var və bunlar reaksiya daxil olurlar. Birin birə nisbətdə reaksiya gedir. Kalsium üstəgəl kükürd alınır, kalsium S. 40 qram kalsium, 32 qram da kükürt reaksiya girəndə 72 qram kalsium S alınır. İndi eyni kütlə deyirəmsə, onda mən bunu çoxa nəzərən götürməliyəm hər ikisini. Deməli, tutaq ki, bizə deyir ki, 36 qram qrafikə əsasən kalsium S alınıb. Yaxşı, 36 qram kalsium S üçün mən nə qədər kalsium götürməliyəm? Hətta hər ikisini neçə qram götürməliyəm? Bura bir A yazaq da. A da buradan bərabər olur 20-yə. Deməli, hərəsinin 20. 20 qram kalsium, 20 qram kükürt götürsəm, deməli, kalsiumun 20-sinin hamısı reaksiya daxil olur. Kükürddən sadəcə 16-sı reaksiya daxil olur və 36 qram da, yəni bunların cəmi qədər də deməli, kalsium S alınır. Bunda belə çıxdı ki, bunların başlanğıcı X, yəni qarışığın kütləsi də 21-dən 21-dən, bu edir 40. Və Y nə qədər qalır? Y-də artıq qalanda 20-dir, 16 kükürt sərf olunanda 4 də artıq qalır. Y-də olacaq 4. 40 və 4. Uyğun cavab 24-də C variantı. Keçdik 25-ci suala. Daimi və müvəqqəti codluğun ağırdan qaldırılması üsullarından hansı maddələrdən istifadə olunur? Deməli, bax, məsəl üçün, natrium ortofosfat və natrium karbonat həm müvəqqəti, həm daimini aradan qaldırır. Ona görə 2 ilə 3, belə deyək də, həm daimi üçün, həm müvəqqəti üçündür. 2, 3. Və kalsium hidroksidi isə həm də müvəqqəti codluğu aradan qaldırır. Yəni, daimini yox, ancaq müvəqqətini. Ona görə bu da 1, 2, 3 olacaq. Uyğun cavab A variantı. 26-cı sualda sülfatlar suda həll olma əmsalını verir və biz bilirik ki, getdikcə yuxarıdan aşağıya doğru sülfatların suda həll olması azalır. Və təbii ki, KH da aşağı düşəcək suda həll olma azaldığına görə. Deməli, berilyum, magnezium və kalsium vəziyyətinə baxırıq. Deməli, ən yaxşı nisbətən bunların içərisində həll olan berilyumdur, ən pis həll olan da kalsiumdur. Ona görə K1 böyükdür K2-dən, o da böyükdür K3-dən. Yəni, uyğun cavab A variantı olmalıdır. 27-ci sualda, deməli, kalsium SO4 X qədər su 2 mol götürülür. 150-180 dərəcədə bu dehidratlaşdırılıb. Dehidratlaşan zaman, deməli, suyu çıxdı və 2 mol kalsium qalıb, yəni albastrın alınmasıdır. Təbii gipsdən albastrın alınma reaksiyası verilir. Deməli, X, Y, Z arasındakı münasibətləri müəyyənləşdirin. Təbii ki, buradan təbii gips deyirəmsə, burada 2 olacaq. Yəni, X bərabərdir 2. Sonra, deməli, 3 mol su tərkibindən çıxır, 1 molu isə qalır. Onda Z bərabərdir 3, Y də bərabərdir 1. Yəni, Z böyükdür X-dən, o da böyükdür Y-dən. Z, X, Y. Uyğun cavab C variantı. Keçdik, deməli, X karbonla reaksiyasından, məsələn, kalsiumla reaksiyadan kalsium karbid alınır. Əgər X kalsium olsa. Kalsium karbidin su ilə reaksiyasından asetilen alınır. Doğrudur. Deməli, indi baxaq. X maddəsi oldu kalsium. Y maddəmiz oldu kalsium karbid.
Deməli, üst-üstə düşən Y variantıdır da. Y variantıdır. Amma buradan bəs Z-an, Z buradadır. Z-də kalsium hidroksid. Z-də kalsium hidroksid. Onda burada üst-üstə düşən bütün variantlar yoxdur. Onda digərinə baxaq. Kalsium yox, kalsium oksid götürək. Əgər X maddəsinə kalsium oksid götürsəm, deməli, buradan yenə də kalsium karbid və CO alınacaq. Fərqi yoxdur. Onda buradan kalsium karbidin sünər reaksiyasından kalsium hidroksid və asetilin. Deməli, indi kalsium oksid, kalsium karbid, asetilin. B variantı bu zaman tam olaraq üst-üstə düşür. Uyğun cavab B. 29-cu sualda eyni mol sayda götürülmüş natrium və kalsium artıq miqdarda götürülmüş xlorid turşusuna reaksiya daxil olur. Uyğunluğu müəyyənləşdirin. Natriumun xlorid turşusu ilə H xlorla reaksiyasından natrium xlor üstəgəl H2 eyni mol sayda deyir də. Kalsiumun H xlorla reaksiyasından kalsium xlor 2 plus H2. 1 molundan burada 0,5 mol, burada isə 1 molundan 1 mol. İndi əmələ gələn duzun mol sayı hər ikisində bərabər olmalıdır. Yəni bu yanlışdır. Sərf olunan turşunun mol sayı, deməli, burada 2 mol turşu sərf olunur. Deməli, ikincidə birincidən daha böyük olmalıdır. Bu da yanlışdır. Ayrılan hidrogen isə ikincidə daha çoxdur. Bu doğru ifadədir. Yalnız 3 uyğun cavab C variantı. 30-cu sualda. 30-cu sualda deməli əsaslar verilib. Kalsium hidroksid, stronsium və barium hidroksid şəklində və bizə deyir ki, müqayisə hansı halda doğru verilib. Yuxarıdan aşağı doğru əsaslıq qabiliyyəti artır, suda həll olmaq qabiliyyəti də artır. Kalsium hidroksidin həll olunması nisbətən daha aşağıdır. Bunlara baxanda kalsium, stronsium, barium şəklində yazıram. Deməli, bariumun həll olması, yəni K3 daha çox olacaq stronsiumla, K2-dən, o da K1-dən. 3 böyükdür 2, böyükdür 1. Uyğun cavab Y variantı. 31-ci sualda məhlulda hansı reaksiyalar gedər? Deməli, kalsium hidrokarbonatının üzərinə natrium OH. Birinin H-ı, birinin OH-ı varsa, burada %100 reaksiya gedir. Deməli, biri götürürük. Kalsium hidrokarbonatının üzərinə kalsium hidroksid təzədən əlavə eləsək, kalsium karbonat və su çıxacaq. Deməli, ikinci reaksiyada gedir. Kalsium hidrokarbonatın üzərinə kalsium hidroksid, natrium hidroksid əlavə eləsəm, natrium hidrokarbonata, burada da natrium 2CO3 və su çıxmış olacaq. Yəni, burada da reaksiya gedir. Bunda üçündə də gedir. Uyğun cavab D variantı. 32-ci sualda. Deməli, berilyum oksigenlə reaksiya daxil olduqda, berilyum plus oksigen alındı, berilyum oksid və hər ikisini bu başlanğıc sərf tarazlıq yazıram. Hər ikisini A qram götürmüşəm. Bu təbii ki 32 sərf olunur, berilyum 18 sərf olunur. Deməli ki, reaksiya axıra qədər gedirsə, çünki burada baxın tamamilə sıfıra düşmə göstərilib, onda A qramın hamısı sərf olunacaq. Oksigenden heç artıq qalmayacaq, amma berilyumdan artıq qalır. Deməli, nə qədər sərf olunur? 36, 18-ə 32-dirsə, buradan da A-ya da hər hansı bir X yazaq. 18A böl 32. 18A bölünsün 32. Bu sərf olunanıdır. Bu zaman da berilyum oksidi göstərib ki, 2A-7 qədər alınır. Deməli, bunların sərf olunanı qədər məhsul alınır. Maddə kütləsinin saxlanması qanununa görə. Biz buradan reaksiya daxil olan, belə deyək də, berilyumu hesablayaq. 18A böl 32 üzərinə A gələndə 2A-7 eləməlidir. Bax, buradan tənliyi həll eləyək. Bunu 32-yə vursam, ortaq olaraq 32-yə gətirəcəm. 18A üstə gəl 32A. Bu da bərabərdir 2A-7-yə. Bu neçə yer? 40, 50A. 50A bərabərdir 64A çıxılsın. 32-ni də 7-yə vuraq.
32 vur 7. Bu da eləyir 224. So, indi buradan həll eləyək. 64-dən 50 çıxanda 14. 224-də 14-ə böləndə A bərabər olur 16-ya. So, A-nın qiymətini tapdıq. Buradan 16. Deyir, Berliumun reaksiya daxil olan kütləsi de bu dairəyə aldığımdır. 18 vurulsun 16 bölünsün 32. İxtisar gedir. 18-də 2-yə böləndə 9 qalır. Uyğun cavab A variantı. 33-cü sual. 33-cü sual ən çox soruşulan suallardan biridir. Ayrıca lövhə açdım, çünki üzərində yazanda biraz qarışıq gəlir. İndi baxaq buradan. Deməli, M qram, M qram, M qram. Bunlar hamısı qələvi metallardır. Yəni, məsələn, biri lityum, biri natrium, biri də kalium olaraq baxacağıq. Əgər eyni kütlə deyirəmsə, mən hamısını ən böyüyün kütləsinə gətirəm. Məsələn, kaliumu uyğunlaşdıracağım. Kaliumun 1 molunun kütləsi, məsələn, 39, bu 23, bu da ki 7-dir. Düzdürmü? Burada heç ayrılar da verməyiblər. Deməli, indi buradan biz təyin edirik ki, hansını ayəri kiçikdirsə, onu daha çox mol miqdarda götürməliyəm ki, mən 39-a gəlsin, çıxsın. Düzdürmü? İndi, məsəl üçün, 7-ni neçəyə vura bilərəm? 6-ya ya da 5-ə. 5 onda 5-dir, 6-dır. Təxmin olaraq lap 6 götürək də, genişi ilə. Bunu tutaq ki, 1,5 götürüm, 23 olanı. Kaliumu da 1 mol götürək və buradan artıq buna uyğun hesablamalar aparacaq. Deməli, ən çox karbon qazı lityumdan, deməli, məsəl üçün deyək ki, 6 mol karbon qazı alınır. Sonra natriumdan tutaq ki, 1,5 mol karbon qazı alınır, karbonatından da, xlorid turşunan reaksiyasından. Z olaraq, Z olduğunu bilmirik daha doğrusu, kalium olaraq da 1 mol da karbon qazı buradan alınır. İndi artıq miqdar karbon qazıdır, alınan karbon qazıdır daha doğrusu. Eyni kütləli və eyni qatlıqlı kalsium hidroksid məhlulundan keçirmişik. Bunların kalsium hidroksid məhlulundan keçəni, məsəl üçün deyək ki, ortadakına uyğun olaraq hamısında 1,5 mol kalsium hidroksid əlavə eləmişəm. Buradan təbii ki, elektrik keçiriciliyi azalacaq, amma hələ çox artıq qalacaq. Yəni, bax, 6 idi axı hələ. Deməli, bax, azalır 1,5 mol çöküntü aldığına görə, amma hələ artıq qalır. Onda bu lityumdur. Burada 1,5-ə 1,5-dirsə, deməli, buradan çöküntü alınacaq, bitdi, proses bitir, yəni tamamilə bəs elədir. Bu olur ortancılımız, natrium və 1 mol CO2. 1 mol CO2-də isə, belə deyək də, üzərinə 1,5 mol kalsium hidroksid əlavə eləmişik və 1,5 mol, yox, burada, üzr istəyirəm, üzr istəmə. Natriumdan 1,5 mol, məsələn, karbon qazı, kaliumdan da alınsın, tutaq ki, 1 mol karbon qazı. İndi deyir ki, buna eyni kütləli və eyni qatlıqlı, yəni eyni mol miqdar deməkdir də, kalsium hidroksid əlavə eləmişəm. Məsəl üçün, bunun ortancılına uyğun olaraq 1,5 mol kalsium hidroksid əlavə eləmişəm hamısını. 1,5 mol kalsium hidroksid. Və bu zaman hansı proseslər baş verir? Əgər hansında ki, CO2 artıq miqdardır, orada çöküntünü həll eləyəcək, elektrik keçirici düşdü aşağı. Sonra təzədən artıq CO2 ilə çöküntü başlayacaq həll olmağa. Bu qrafik deməli aid olacaq lityuma. Sonra natriuma baxıram, 1,5-in 1,5-ədir, reaksiyada çöküntü alındı və reaksiya orada bitdi. Daha heç kimdən artıq qalmadı. Bu oldu natrium. Kaliumda isə 1 mol karbon qazı heç 1,5 mol kalsium hidroksid tam çöktürməyə yetmir. Ona görə də elektrik keçirici biraz azalır, qalır orada. Deməli, bu da oldu kalium. İndi bizdə X, Y, Z bəllidir. Bu oldu Y, lityum oldu X, natrium da oldu Z. Və deyir ki, qələvi metalların ərimə temperaturlarını artma ardıcıllığı ilə düzün. Ərimə temperaturları qrup üzrə aşağıdan yuxarıya doğru artır. Yəni, kalium, Y, sonra Z,
Ən yuxarı isə x. Y, Z, x. Uyğun cavab B variantı 33-cü sualda. Keçdik 34-cü sualımıza. Bunu buradan pozaq. 34-cü sualda. Deməli, n mol natrium hidrit, n molda kalsium hidrit var və suya əlavə olunur. Hidritlər tam reaksiya daxil olarsa, doğru verilənləri göstərin. Natrium hidritin su ilə reaksiyasını yazaq. Eyni mol miqdardadırlar. Su ilə reaksiyasından natrium OH və hidrogen qazı çıxır. Reaksiya birin birə gedir. Yəni, çıxan qaz elə natrium n moldan, tutaq ki, n molda hidrogen, n mol natrium hidroksid və s. və s. Yəni, hamısı eyni. Sonra, indi kalsium hidritlə reaksiyanı yazaq. Kalsium hidritin su ilə reaksiyasından da kalsium hidroksid və hidrogen qazı çıxır. Burada qazın əmsalını 2 yazıram. Onda burada 2 yazmış olacaq. İndi baxaq reaksiyalara. Deməli, buradan n moluna 2 n mol sərf olunur. N mol əsas, 2 n mol da hidrogen alınır. Deməli, əmələ gələn hidrogenin həcmi ikincidə daha çoxdur, doğru ifadədir. Sonra, reaksiya daxil olan suyun mol sayı ikincidə daha çoxdur, bu yanlışdır. Alınan əsasın mol sayı ikisi də eynidir, bu da doğrudur. Əmələ gələn hidrogenin kütləsi mol sayı çox olduğuna görə ikincidə daha böyük olmalıdır, bu da yanlışdır. Deməli, 1, 3, 34-cü sualda. 35-ci sualda deyir, uyğunluğu müəyyənləşdirin tətbiq sahəsi olaraq tibdə gips sarğılarının qoyulmasında. Burada alibastırdan istifadə olunur, D variantı. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı burada istifadə olunan göydaş məhluldur. Deməli, mildium xəstəliyinə qarşı üzümçülükdə istifadə olunur, Y variantı. Şirniyyatda da ki, natrium hidrokarbonatdır. Bu da çay sodası olaraq. D, Y, B uyğun olaraq düzəltdik. Keçdik 36-cı sualda. Hansı maddənin tətbiq sahəsi doğru göstərilib? Deməli, natrium hidroksid sabun istehsalında doğrudur. Kalsium oksid göy rəngli şüşə istehsalında bu kobaltdır. Kobaltın oksididir. CO2 yanğın söndürməzdə, bu da düzdür. H2SO4 kauçukun vulkanlaşdırılmasında bu kükürtdür sadəcə. Ona görə 1, 3 uyğun cavab olaraq 36-cı sualda. Və keçdik alüminium bölməsinə 30.3. 27 qram alüminium artıq miqdarda götürülmüş xlorid turşusunun reaksiyasından nə qədər hidrogen ayrılar? Ümumiyyətlə, metalın 1 molundan valentinin yarısı qədər, yəni alüminiumda 1,5 mol hidrogen ayrılır. Deməli, 27 qram alüminium 1 mola uyğun gəlir. Onda 1,5 mol, yəni 33,6 litr ayrılmış olacaq. İkincidə 3 mol alüminium neçə mol xlorla tam reaksiya girər? Alüminium üstə gəl xlor 2, alındı alüminium xlor 3. 2, 2. 2 molu, deməli 3 mol xlorla reaksiya daxil olursa, onda 3 molu da 9/2, 4,5 mol xlorla reaksiya daxil olacaq. Uyğun cavab B variantı. Üçüncüdə, reaksiyaya neçə qram alüminium metalı daxil olmuşdur? Deməli, alüminium natrium hidroksidin qələbinin suda məhluluna reaksiya daxil olur və buradan 33,6 litr, yəni 1,5 mol hidrogen ayırır. 1 molundan 1,5 mol ayrılır. Deməli, qram olaraq soruşsaq 27 qram uyğun cavab B variantı. Dördüncü sualda natrium, magnezium, alüminium istiqamətində hansı xassisə azalır? Deməli, bu dövr üzrə soldan sağa doğru olan istiqamətdir. Yəni, birinci qrup, ikinci qrup və üçüncü qrup olaraq. Valent elektron sayı getdikcə artır. Burada azalan istəyir. Atom radiusu getdikcə azalır. Bu doğrudur. Su ilə reaksiya sürəti, bəli, metalın aktivliyi azaldığına görə sürət də azalır. Uyğun cavab Y variantı. Keçdik 5-ci sualda metalları verib natrium, kalsium və alüminium olaraq mol sayları da eynidir və reaksiya daxil olduğu maddə H-xlordur. Eyni mol miqdardadsa ayrılan qazlar, deməli, H-xlorun mollarını verməyib də. Natriumun, məsəl üçün A-nı bir də götürə bilər. Ürəyiniz nə istəyir? 1 molundan 0,5 mol
A molundan 0,5A. Buradan A 1-in 1-ə nisbətində A mol, 1-ə 1,5 isə 1,5A. Deməli Z böyükdür Y, o da böyükdür X. Z, Y, X uyğun cavab A variantı. 6-cı sualda 39 qram alüminium hidroksid saxlayan məhlulda 1,5 mol H-xlor qazı həll edilib. Alınan duzu müəyyənləşdirin. Deməli, alüminium hidroksid görək neçə nisbətdədir. 1,5-də H-xlor. İndi alüminium hidroksidin kütləsini hesablasaq, bu eləyir 0,5 mol. 39-u 78-ə böləndə 0,5-ə 1,5-dirsə, yəni 1-ə də 3-dür. 1-in 3-ə nisbətindən də alüminium xlor 3 alınacaq. Uyğun cavab birincidə, yəni A variantı. 7-ci sualda hansı reaksiya adi şəraitdə getmir? Amalqama vəziyyətinə gətirilibsə, artıq o adi şəraitdə gedəcək. Amma amalqama olmasaydı getməzdi. Yəni 1 gedir. Alüminium duru sülfat turşusu ilə, bəli, bu da adi şəraitdə gedir. Amma qatı sülfatla adi şəraitdə getmir. Ona görə bunu götürək. Alüminium xlorid turşusu ilə, ümumiyyətlə duru turşularla adi şəraitdə gedir. Ona görə bunları götürmür. Bizdən getməyəni istəyir. Yalnız 4. Uyğun cavab Y variantı. Hansı reaksiyadan oksid alınır? Xlor oksigenlə reaksiyası yoxdur. Amalqama vəziyyətində deməli alüminiumdan buradan oksid alınır, alüminium hidroksid alınacaq. Belə deyək də, yuxarıda da verməyib o reaksiyanı. Deməli, dəmirin su ilə reaksiyasına ferum 2O4, yəni ki, bu da düzdür, qarşı oksiddir, amma oksiddir də, ferum 2O4-ün alınması və hidrogen. Deməli, uyğun cavab B variantı olacaq. Sonra, hansı ifadələr doğru deyil? Alüminium təbiətdə sərbəst halda yayılıb. Deməli, bu ifadə yanlışdır. Metallardan sərbəst yayılanları pasiv, ən pasiv metallardır. Sonra, misi, bizdən doğru deyili soruşur. Bunu dairəyə alaq, qarışmasın. Misi sənayedə pirametallurgiya üsulundan almaq olar. Bu doğrudur, götürməyəcəyik. Kalsiumun su ilə reaksiyası əhəngin söndürülməsi reaksiyası adlanır. Kalsiumun yox, kalsium oksidin su ilə reaksiyasıdır. Bu yanlışdır, ona görə bunu da götürürük. Natrium peroksid kalium 2O4 yəni ki, dimerinə kosmik gəmilərdə oksigen almaq üçün istifadə olunur. Bu da doğrudur, götürmürük. 1-3 yanlışdır, Y variantı. Və bu bölmənin də sonuncu sualı. Natrium və alüminium metalları verib. 1 molun artıq miqdarda xlorid turşusundan alınan hidrogenin həcmi. Bu olacaq 1 molundan 0,5 mol 11,2 litr. Alüminiumdan isə 1,5 mol, yəni 33,6 litr. Və bunları da cəmləyəndə 44,8 litr eləyəcək uyğun cavab olaraq.